Salam, hər birinizi xoş gördük. Mən İlham Babayev. Bugün sizə Azərbaycan dilinin ilk bölməsi olan fonetika ilə bağlı məlumatları çatdıracağam. Bu və bu tip digər videolarımızın davamı üçün YouTube kanalıma abunə olub videoları bəyənməyi unutmayın. Fone Yunan dilindən, yəni fonetika sözündə olan fone Yunan dilində səs deməkdir. Tika isə elm mənasını verir və dilçiliyin bir bölməsi olub danışıq səslərini öyrənir. Bəs danışıq səsləri nədir? Danışıq üzvlərimiz vasitəsilə əmələ gələn səslərə danışıq səsləri deyilir. Danışıq üzvləri fəal və qeyri-fəal olmaqla iki yerə bölünür. Fəallar dil, dodaqlar, səs telləri, qeyri-fəallar isə ağciyərlər, nəfəs borusu, burun boşluğu, ağız boşluğu, dişlər. Yəni ümumilikdə 8 danışıq üzvümüzün 3-ü fəal, 5-i isə qeyri-fəal olmaqla 2 yerə bölünür. Danışıq səsləri öz ifadəsini yazılı hərflərdə tapır. Yəni hərf nədir? Hərf səsin yazıda olan işarəsidir. Biz səs olaraq A deyirik, amma onu yazıda bu və bu formada böyük kiçik olmaqla işarə edirik. Yəni hərf səsin yazıda işarəsi kimi göstərilir. Söz hərflərdən yaranır. Amma sözü deyərkən səslər, yəni tələffüz zamanı onlar səslər olur və bu zaman yazılış forması, yəni sözün özü sözün tələffüz formasından kəmiyyət və keyfiyyətcə fərqli ola bilər. Misal üçün, həmçinin də eyni ola bilər. Yəni deyildiyi kimi yazılan sözlər də vardır. Misal üçün, stol sözündə kəmiyyət fərqi yox, amma keyfiyyət fərqi olacaq ki, stol yazılır, stol deyilir. Qələm sözündə isə heç bir fərq olmayacaq. Yəni kəmiyyət və keyfiyyətcə eyni olacaq. Neftçi sözündə, lakin bu sözdə həm kəmiyyət, həm də keyfiyyət baxımından fərqlər olacaq. Belə ki, neftçi sözündə 3 kar samitin işləndiyi bir söz kimi ifadə olunur və bu formada neftçi formasında tələffüz olunur. Gördüyünüz kimi sözlər və onlarda istifadə olunan səs və hərflər uyğun olaraq tələffüz zamanı bir-birindən fərqli və ya eyni formada ola bilər. Biz səsləri az öncə samit sait olaraq qeyd elədim. Samit saitlər nəyə əsasən ayrılır? Ağız boşluğunda danışarkən hava axını əgər maneəyə rast gəlirsə, onlar samit, rast gəlmirsə saitlərdir. Saitlərdən başlasaq, saitlər nədir? Qeyd etdiyim kimi, ağız boşluğunda ciddi maneəyə rast gəlməyən səslərdir və özlərinə məxsus xüsusiyyətləri var. İlk olaraq təmiz avazlı səslərdir. Heca yaradır, vurğu qəbul edir, ahəng qanunu müəyyənləşdirir və bir sıra hallarda uzun tələffüz olunur. Yəni qeyd etdiyim 5 xarakterik xüsusiyyəti biz saitlər əsasında tapa bilirik. Dilimizdə 9 sait səs var. A, I, O, U, E, Ə, İ, Ö və Ü saiti. Və bunlar müəyyən xüsusiyyətlərinə görə təsnif olunur. Dilin və dodaqların vəziyyətlərinə görə 3 məqam üzrə
biz bunları təsnif edirik. Birinci, dilin şaquli vəziyyətinə görə açıq, qapalı. Açıqlar A, O, Ö və E, Ə bu formada. Qapalılar isə I, İ, U, Ü. Deməli, saitlərdir ki, bunlar dilin şaquli vəziyyətinə görə bir-birindən fərqlənir. Üfüqi vəziyyətinə görə isə qalın və incə saitlər, yəni dilin üfüqi vəziyyətinə görə bu formada təsnif olunur. Qalınlar A, I, O, U, incələr E, Ə, İ, Ö və Ü saitləri. Son olaraq tələffüz zamanı dodaqların vəziyyətinə görə dodaqlanan, dodaqlanmayan olmaqla iki cür təsnif olunur. O, Ü, O, U, Ö, Ü. Bunlar dodaqlanan, yerdə qalan A, E, Ə, I və İ saitləri isə dodaqlanmayan saitlər adlanır. Dilimizdə istifadə olunan sözlərdə elələri var ki, yuxarıda qeyd elədiyim formada sait, samit ardıcıllıq olur. Elələri də var ki, iki sait yanaşı işlənir. Bu iki sait eyni saitlər də ola bilər. Misal üçün, mətbəə. Burada gördüyünüz kimi iki eyni sait işlənir. Ola da bilər ki, bunlar fərqli olsun. Misal üçün, ailə. Gördüyünüz kimi burada fərqli saitlər istifadə olunur. Və bu xüsusiyyətinə görə də qoşa saitli sözlər eyni cinsli və müxtəlif cinsli olmaqla iki cür olur. Yuxarıda birinci qeyd etdiyim nümunə eyni cinslilərə aiddir. Eyni cinslilərin müəyyən xüsusiyyəti var ki, ən əsas tələffüz zamanı qoşa saitlərdən biri düşür, digəri isə uzun tələffüz olunur. Yəni, qeyd etdiyim sözün tələffüzü olaraq bu formada qoşa nöqtə ilə uzanmanı göstərir. Yəni, burada gördüyünüz kimi həm kəmiyyət baxımından, həm də keyfiyyət baxımından fərqləndir. 6 hərf, 5 səs. Bir qayda da odur ki, eyni cinsli qoşa samitli sözlərdə deməli, Avropa mənşəli sözlər var ki, biz bu mövzunu Alman sözlər dərsində də keçəcəyik. Leksikanın bir bölməsi olaraq. Avropa mənşəli sözlərdə qoşa o saiti olur ki, biri uzun tələffüz olunur, biri düşür, yəni standart qayda ilə. Olur da ki, o A saiti kimi tələffüz olunur. Misal üçün, zoologiya, bunu biz zoologiya kimi tələffüz edirik. Daha sonra zoopark sözündə isə biri düşür, digəri uzanır. Bu formadadır. Zoo, qoşa nöqtə, park. Gördüyünüz kimi bu formada tələffüz olunur. İndi isə müxtəlif cinsli qoşa saitli sözlərdən sizə məlumat vermək istəyirəm. Eyni cinslilərdən fərqli olaraq müxtəlif cinsli qoşa saitli sözlər bir qədər
geniş deməli təsnif olunur. Yəni eləsi olur ki, fərqlənir, eləsi olur ki, səs artımı olur, eləsi də olur ki, olduğu kimi tələffüz olunur. Gəlin baxaq. Birinci A-I, I-O, Ə-I, I-Ə və də I-A. Qeyd olunan sahib cütlüyündə standart bir qayda var ki, yazılan iki sahib arasına Y samiti artırılsın. Misal üçün, dairə sözü tələffüz zamanı olur dairə. Radio sözü tələffüz zamanı olur radio. Müdafiə tələffüz zamanı olur müdafiə. Dialekt sözü isə dialekt formasında deməli tələffüz olunur. Növbəti ikinci məqam A-Ə sahib cütlüyüdür ki, bunların istifadə olunduğu sözlərdə A uzanır. Misal üçün, bəraət, şücaət, qənaət və s. bu kimi sözlər var ki, bunlarda A sahib uzanır, başqa heç bir dəyişikliyi baş vermir. Bu arada, bu və bu kimi sözlərdə sadəcə uzanma varsa, başqa səs artımı, səs düşümü baş vermirsə, bu fərq sayılmır. Yəni, bu sözlərin yazılışı ilə deyilişində heç bir fərq sayılmır. Fərq yoxdur. Daha sonra bir qrup mürəkkəb söz var ki, onlarda səs düşümü baş verir, amma uzanma yoxdur. Söhbət hansı sözlərdən gedir? Xala oğlu, dayı oğlu, əmi oğlu, Əli ağa, Əli açıq, bibi oğlu və s. Qeyd olunan sözlərdə sadəcə bir dəyişiklik baş verir. Misal üçün, bibi oğlu sözünü götürsək, indi isə müxtəlif cinsli qoşu sahibli sözlərdən sizə məlumat vermək istəyirəm. Eyni cinslilərdən fərqli olaraq müxtəlif cinsli qoşu sahibli sözlər bir qədər geniş deməli təsnif olunur. Yəni eləsi olur ki, fərqlənir, eləsi olur ki, səs artımı olur, eləsi də olur ki, olduğu kimi tələffüz olunur. Gəlin baxaq. Birinci A-I, I-O, Ə-I, I-Ə və də I-A. Qeyd olunan sahib cütlüyündə standart bir qayda var ki, yazılan iki sahib arasına Y samiti artırılsın. Misal üçün, dairə sözü tələffüz zamanı olur dairə. Radio sözü tələffüz zamanı olur radio.
Müdafiə. Tələffüz zamanı olur. Müdafiə. Dialekt. Sözü isə dialekt formasında deməli tələffüz olunur. Növbəti ikinci məqam A, Ə sait cütlüyüdür ki, bunların istifadə olunduğu sözlərdə A uzanır. Misal üçün, bəraət, şücaət, qənaət və s. bu kimi sözlər var ki, bunlarda A saiti uzanır, başqa heç bir dəyişikliyi baş vermir. Bu arada, bu və bu kimi sözlərdə sadəcə uzanma varsa, başqa səs artımı, səs düşümü baş vermirsə, bu fərq sayılmır. Yəni, bu sözlərin yazılışı ilə deyilişində heç bir fərq sayılmır. Fərq yoxdur. Daha sonra bir qrup mürəkkəb söz var ki, onlarda səs düşümü baş verir, amma uzanma yoxdur. Söhbət hansı sözlərdən gedir? Xala oğlu, dayı oğlu, əmi oğlu, Əli ağa, Əli açıq, bibi oğlu və s. Qeyd olunan sözlərdə sadəcə bir dəyişiklik baş verir. Misal üçün, bibi oğlu sözünü götürsək, burada sadəcə i saiti düşür və bibi oğlu kimi tələffüz olunur. Xala oğlu, xala oğlu, a düşür. Yəni, birinci saitini itirir. Növbəti hissə qeyd edəcəyim hazırki sait cütlüklərində nə uzanma baş vermir, nə səs düşümü. Yəni, səslər, sözlər olduğu kimi tələffüz olunur. A, E dedikcə nümunələri də qeyd edəcəm. Aeroport. E, A teatr. E, Ə. Bu videoda sizi saitlərlə bağlı məlumatlarla tanış etdim. Gələn videolarımızı qaçırmamaq üçün kanala abunə olub videonu bəyənməyi unutmayın. Sağ olun, gələn görüşlərə qədər.